Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm sizdən, bugünkü efirlərdə olan, verilişlərdə olan bu biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu bir biabırçılıqdır. Bütün verilişlərdə, bütün veriliş deməzdim, 90% verilişlərdə ancaq ailələrin hansısa oxuyanın ailəsinin dağılmağından üzr istəyirəm çox dönə-dönə. Həyat yoldaşı ilə biri corab giyindirməkdən, biri bədən şəkilləndirməkdən, biri bədəni haqqında. Yəni heç bir kanalı açıb evladımızı əyləşdirib o verilişə baxdıra bilmirik. Və yaxud da özümüz baxanda xəcalət çəkirik. Yalnız tərbiyəsizliklər, yalnız əxlaqsızlıqlar bugünkü gündə səhər verilişlərinə baxsaz, siz görərsiniz. Bir çox kanallarda, yaxşı verilişlərdə təbii ki var, onu demirəm. Amma açıb baxsaz görərsiniz ki, çox biabırçılıqlar baş verir. Davalar, söyüşlər, tənqidlər, bədən şəkilləndirmə, bədən haqqında, bədən üzvləri. Yəni çox biabırçılıqlar baş verir. Bütün sənətkarlara müraciət edirəm. Siz də mənim kimi, bir Azərbaycan vətəndaşı kimi, bir sənətkar kimi, bir musiqiçi kimi, əməkdar artistlər, xalq artistləri, şərəf ordenli, şöhrət ordenli, daha bilmirəm nələr danışmağınızı xahiş edirəm. Nə vaxta kimi susacaqsınız? Olmaz. Öncədən minnətdaram.